Oranı yoxlasaz nə qədər krisa olar. Çıxıram ki, bir pişik var, krisa. Orada krisa, burada krisa. Mən də acıqsan götürüb atıram o tərəfə. Ora-bura atılan gəmiricilər sakinlərin qəzəbinə tuş gəlsə də, doğrusu onların Xətai rayonu Gəncə prospektində məskunlaşması üçün hər cür şərait mövcuddur. Sakinlərin sözlərinə görə, ötən ilin sentyabrından etibarən, daha dəqiq desək, yaxınlıqdakı zavod fəaliyyətə başlayandan gündəlik həyat tərzləri 180 dərəcə dəyişib. Yəni zavod ətrafda təkcə antisanitar vəziyyət deyil, səs-küy də yaradır. Sakinlərin bəhs etdiyi müəssisə uzaqda yox, onların bir addımlığında yerləşən Marka İnşaat MMC-dir. Məlumat üçün deyək ki, müxtəlif plastik butulkalar yığılaraq burada emal edilir. Tullantıların sayı isə 1 deyil, 2 deyil. Minlərlə plastik hər gün səhər-axşam burada emal prosesindən keçir. Nə deyim, səs-küyün aləmi bürməsindənmi danışım, ya yaranan natəmizlikdən? Ən yaxşısı, yaranan problemləri sakinlərin öz dilindən eşidək. Əsəbdən əsirəm bunların əlindən. Ay balam, bir sakit durun da 5-ə işləyib. 6-ya işləmiş, traktor durur o başa, bu başa. O başa gedir oradan. Ay balam, qoyun bir 8 olsun, heç olmasa. Əsəblərim pozulub dedim. Deyir ki, hə, ölçü götürərik. Qışqırıram, hirslənirəm. Burada baxasız görəsiz, o tullantıları yığışdırırlar. Səhər bir də başlayırlar. Hərdən də istəyirsən açasan hava vursun. İyidən ara gətirirlər kanalizasiyaya, nə bilim, nə astatka sular tökürlər. Tutulur ora, bütün günü qalırlar o kanalizasiyanı aça-aça. Demişəm özlərinə ki, çox demirəm. O vəziyyətdə olanda gəlin bir saat bizim evdə durun. Görün siz necə əsəb keçirirsiniz. Həmin bu plastik tullantılar zibilxanadan yığılıb gətirilir, bura tökülür, açıq arazide saxlanılır. Halbuki təzimiz gəlsin, yəni mənzilimizin ətrafında olan, yəni yaşayış binanın ətrafında olan, yəni tullantılar belə bağlı yerdə saxlandığı halda, yəni bu boyda sakinlərin ətrafında olan açıq ərazinin hasarı bəlkə bağlı sayılır, amma bu bağlı sayılmır da. Yəni tutqaclar olmalı, bu qapalı bir sahə olmalı saxlamaq üçün. Emal prosesi zamanı bunlar plastik, həmin o zibillikdən yığılan tutulkaları qaynar su ilə yuyurlar. Ola bilsin hər hansı başqa bir reagent də sayılır, atılır ora, bilmirəm. Amma həmin vaxtda dəhşət üfunətli bir qoxu gəlir. İyin qarşısını almaq üçün xüsusi bir kimya vasitələrindən istifadə edirlər. Paraşokdur mu deyim, sabundur mu deyim, o da bir kəskin bir qoxu verir. Problem bununla da yekunlaşmır. Yük maşınları tullantıları zavoda daşıyarkən yaxınlıqdakı evlərin kommunal xətlərinə də dəfələrlə xələl yetirir. Bunların tir maşınları gəlir, asfaltı xarab eləyir. İnternet xətlərini, işıq xətlərini qırırlar. Qaz xəttini də qırıblar sırağa gün. 80 ev var, bəlkə də çoxdur. Biz bax buradakıları heç saymamışıq. Hal-hazırda böyük bir binada tikilir, o binanın da sakinləri var. Oradan da görsənir ki, burada nə qədər zibillər var. Deyəndə ki, siz buranı narahat edirsiniz, bunlar heç bizim qarşımıza çıxmır, heç adam saymırlar. Sakinlərin narahatlığını nəzərə alıb, biz də yaranan suallara aydınlıq gətirmək üçün zavoda yollandıq. Suallarımıza cavab almaq üçün zavoda yaxınlaşsaq da, təəssüf ki, üzümüzə qapı açan olmadı. Müraciətimizin növbəti ünvanı isə Xətai rayon İcra Hakimiyyəti oldu. Qurumun mətbuat xidmətindən bildirildi ki, plastik tullantıların emalı ilə bağlı həmin zavod Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq rəy alıb və sənədləri qaydasındadır. İcra Hakimiyyətinin nümayəndəsinin sözlərindən aydın oldu ki, zavodun həmin ərazidə fəaliyyəti ilə bağlı hər hansı problem yoxdur. Onda belə çıxır ki, burada yaşayan sakinlər zavodun səs-küyünə alışmalı, üfunət və antisanitar şəraitdə yaşamağa öyrəşməlidirlər. Nəzrin Nəzərli, Əhməd Mahmudov, Real.